Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesi, zərərçəkənlərin ifadə verməsi, ibtidai istintaq zamanı toplanmış sübutların tədqiq olunması ilə davam edir. Növbəti baxış iclasında bir qrup zərərçəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev əvvəlcə onları məhkəmənin tərkibi ilə tanış etdi. Qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələr barədə məlumatlandırdı. Zərərçəkmiş şəxsin nümayəndəsi Azər Manafov ifadə verdi ki, Ermənistanın mina terroru nəticəsində zərər çəkib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda baş vermiş mina partlayışı nəticəsində hadisə yerində olan bir neçə nəfərin yaralandığını, Cavid İsmayılovun isə həlak olduğunu dedi. Zərərçəkmiş Yadullah Abuşov düşmənin Kəlbəcər istiqamətində mina atandan açdığı atəşlər nəticəsində yaralanıb. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda həmin gün düşmənin iri çaplı silahlardan atəşlər açdığını bildirdi. Dedi ki, baş vermiş hadisə zamanı bir neçə nəfər həlak olub və bir neçə şəxs isə yaralanıb. Zərərçəkən məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Sahil Salahov isə Xocavənd istiqamətində zərər çəkib. İfadə verdi ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində kəllə-beyin travması alıb. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda hadisə zamanı bir neçə nəfərin həlak olduğunu bildirdi. Sonra məhkəmədə cinayət işi üzrə zərər çəkmiş qismində tanınan bir qrup şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu. Həmin zərər çəkənlər əvvəlki iclaslarda məhkəməyə müraciət ünvanlayaraq üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş etmişdilər. İfadələri elan olunanların bir hissəsi Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin ərazilərimizi müxtəlif iri çaplı silahlarla atəşə tutması nəticəsində yaralandıqlarını bildiriblər. İfadələrdə vətəndaşlarımızın həlak olduğu, dövlətə və ayrı-ayrı şəxslərə zərər dəydiyi qeyd olunub. Zərər çəkənlər bildirib ki, həmin vaxt düşmən yaralıların təxliyəsinə imkan verməyərək sanitar avtomobillərə, tibbi xidmət işçilərinə də müxtəlif çaplı silahlardan atəş açıb. Nəticədə yaralılara tibbi yardım göstərməyə gedən vətəndaşlarımız özləri də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Eyni zamanda hadisə yerində olan bəzi şəxslər həlak olub. Bir qrup zərər çəkmiş ifadəsində göstərib ki, onlar Xocalı, Ağdərə, Ağdam, Xocavənd istiqamətində düşmənin atdığı mina atan mərmisinin partlaması nəticəsində xəsarətlər alıblar. İfadələri elan olunan bəzi zərər çəkənlər isə Ermənistanın məqsədli şəkildə ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi mina terroru nəticəsində zərər çəkdiklərini, partlayışlar zamanı xəsarətlər aldıqlarını, yaralanan şəxslərin bədən üzvünün amputasiya olunduğunu bildiriblər. Qeyd edək ki, məhkəmə prosesində ifadə verən, habelə ibtidai istintaqda verdikləri ifadələri elan olunan zərər çəkənlər Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı dəstələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi-texniki şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslərdir. İclasda həmçinin cinayət işi materiallarında olan və ibtidai istintaq zamanı toplanmış sənədlər, o cümlədən məhkəmə tibbi ekspertiza rəyləri, hadisə yerinin baxış protokolları elan olundu, sübutlar tədqiq edildi. Sonra məhkəməyə sədrlik edən bildirdi ki, bununla da cinayət işi üzrə zərər çəkmiş şəxslərin və zərər çəkmişlərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan edilməklə tədqiqi başa çatdı. Təqsirləndirilən şəxs Ruben Vardanyan vəsadətlə çıxış edərək cinayət işi ilə bağlı bəzi sənədlərlə tanış olmaq istədiyini bildirdi. Eləcə də bəzi sənədlərin cinayət işindən xaric olunmasını xahiş etdi. Məhkəməyə sədrlik edən Zeynal Ağayev təqsirləndirilən şəxsin konkret hansı sənədlərlə tanış olmaq istədiyini müəyyənləşdirildikdən sonra ona müvafiq şərait yaradılacağını bildirdi. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəməyə müraciət edərək cinayət işi üzrə digər zəruri sənədlərin də tədqiq olunmasını təklif etdi. Məhkəmənin növbəti iclası dekabrın 12-sinə təyin olundu. Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində
Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillə təmin olunub.